Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində ortaq yayımdır. Ülker Nəsrullayevanın kanalı ilə ortaq yayım hazırlamışıq. Mən Ülker xanıma aid olan məşhur ləzgi yeməyi çıkan hazırlamışam. Çox dadlı və ləzzətli bir yeməkdir. Hazırlasaz əminəm siz də bəyənəcəksiniz. Ülker xanımın resepti ilə hazırlamışam. O qədər çox bəyəndik ki, həqiqətən çox dadlı və ləzzətli bir yeməkdir. Xəmiri çox kövrəkdir. Ülker xanımın çox gözəl əl qabiliyyəti var. Bununla bərabər çox gözəl anadır. Videolardan yəqin ki siz də izləmisiniz. Onun bacarığı, səliqə səhmanı bir yana, hətta Məryəmin də şirinliyini öz bişirdiyi yeməklərə qatır. Ülker xanımın kanalında bir çox reseptlər var, amma məşhur ləzgi yeməyi çıkan mənə daha da maraqlı gəldi və heç vaxt hazırlamadığım bir yemək olduğuna görə onu hazırlamaq qərarına gəldim. Çıkan süfrəyə ayranla və yaxud dovğa ilə verilir. Bu məşhur ləzgi yeməyi necə hazırlanır sizə də maraqlı oldusa videonun davamını izləyin. Çıkanın xəmiri üçün bizə lazımdır 3 stəkan un, yarım çay qaşığı duz, 1 ədəd yumurta və ilıq su və kərə yağı ilə xəmirin arasını yağlayacağıq. Əvvəlcə xəmirimizi yoğuraq. Yumurtanı, duzu, una əlavə edib ilıq su ilə xəmirimizi yoğururuq. Xəmiri yoğururuq və xəmirdən 2 eyni boyda böyük və bir dənə də onlardan kiçik kündə tuturuq. Və əvvəlcə xəmirləri yayırıq. Çıkanın içliyi 2 cürə hazırlanır. Həm ətli, həm kartoflu. Ətli içlik üçün bizə ət lazımdır. 400-500 qram çəkilmiş qiymədir. Məndə qoyun əti və dana əti qarışıqdır. Amma toyuq əti ilə də çox dadlı olur. Məsləhət görürəm, onunla da hazırlayasınız. 2 ədəd soğan və kərə yağı lazımdır. Soğanı xırda doğrayıb ətlə birlikdə qovururuq. Kartoflu içliyi hazırlayırıq. Kartoflu içlik üçün 1 kiloqram kartof 4 yerə bölünüb, belə xırda nazik doğranır. 1 dəstə keşniş, 1 dəstə şüyüd təmizlənib xırda doğranır və üzərinə duz istiot səpib qarışdırırıq. Əvvəlcə böyük olan kündələrin hər ikisini yayırıq. İçərisinə ərinmiş kərə yağı töküb yağlayırıq. Kiçik kündəni saxlayırıq. Onu yaymaq lazım deyil. Çünki onu yeməyin ara qatına qoyacağıq. Xəmiri yaxşı-yaxşı yağlayırıq. Və xəmiri rulet kimi bükürük. Beləcə bir kündəmiz hazırdır. Hazırladığımız kündəni bir kənara qoyub, digər kündəni də hazırlayırıq. Eyni qayda ilə yayıb yağlayırıq. Və belə artıq çıkanın xəmirləri hazırdır. Gördüyünüz kimi 2 belə qatlı yağlı xəmir və bir dənə adi xəmir. Düzdür, bir qədər Ülker xanımın reseptindən kənara çıxdıq. Amma bir ləzgi xanım məsləhət gördü ki, xəmiri belə hazırlayaq, daha da dadlı olur. Və xəmirlər bir qədər özünü tutduqdan sonra yayırıq. Kündəni nazik yayırıq, gördüyünüz kimi bu formada. Və nədə bişirəcəksinizsə həmin tavanın içərisinə səririk. Tavanı əvvəlcə yağlayırıq. İndi mən bunu sobada bişirdiyimə görə qalın tavadan istifadə edirəm. Eləcə də bunu qaz sobasının üzərində qapaqlı tavada da hazırlaya bilərsiniz. Çox dadlı olur. Amma deyilənə görə bu qədim bir ləzgi yeməyidir. Əsasən daş sobalarda hazırlanıb və yaxud da ki, kömürün, ocağın üstündə, kömür altında hazırlanıb. Xəmiri tavanın içərisinə səririk və doğradığımız kartoflu içliyin yarısını boşaldırıq. Hər tərəfinə yayırıq.
Əti soğanla birlikdə qovururuq. Amma çox qovurmaq lazım deyil. Gördüyünüz kimi mən biraz sulu götürmüşəm. Elə sulu götürmək lazımdır ki, içərisində kartof da, xəmir də yaxşı bişsin. Və ətin yarısını birinci qata boşaldırıq. Hər tərəfə yayırıq. Orta qatı üçün kiçik kündəni yayırıq. Yaydığımız nazik xəmiri içliyin üstündən qoyuruq və qalan içliyimizi də əlavə edirik. Üzərinə yenidən ətli içliyi səpirik. İçərisinə 2-3 xörək qaşığı ərinmiş kərə yağı səpirik. Təbii ki, zövqə görə duru yağ da səpə bilərsiniz. Və üst xəmirini də yayırıq. Və yaydığımız üst xəmirini hazırladığımız cıkanın üzərinə qoyuruq. Və kənarlarını əlimizlə içə doğru bükürük. Üzərinə yağ çəkirik. Çəngəllə 1-2 yerdən deşib 200 dərəcə qızdırılmış sobada bişiririk. Artıq yeməyimiz hazırdır. Təqribən 35-40 dəqiqəyə hazır oldu. İstədiyiniz qədər qızarda bilərsiniz. Əgər çox qızarmış xoşlayırsınızsa, biraz da qızarda bilərsiniz. Və indi doğrayıb süfrəyə verə bilərik. Artıq yeməyimiz hazırdır. Çox dadlı, ləzzətli ləzgi yeməyi cıkan. Həqiqətən də çox dadlı idi. Çox bəyəndik ailəlikcə. Hətta o qədər ətri, dadı gözəl idi ki, soyumasını heç kəs gözləmədi. Dovğa ilə və yaxud ayranla çox dadlı olur. Hazırlayın, siz də mütləq sınayın. Əminəm ki, bəyənəcəksiniz. Xəmiri o qədər zərif, o qədər dadlıdır ki, gördüyünüz kimi çox kövrək və zərif bir xəmiri var. Reseptə görə Ülkər xanıma təşəkkürümüzü bildiririk, uğurlar arzulayırıq. Hazırlayan hər kəsə nuş olsun. Ruziniz bol, bərəkətli olsun. Kanalı izləməyi unutmayın. Sağ olun.